Bir ölkə təsəvvür edin ki, torpaqlarının yalnız 4% yaşayış üçün yararlıdır. Bu Misirdir. 100 milyondan çox insan Nil çayı ətrafında çox sıx şəkildə yaşayır. Ölkənin qalan hissəsi isə sonsuz bir səhra kimi uzanır. Lakin Misirin böyük planları var. O yeni yaşayış sahəsi yaratmaq üçün Kattara çökəliyi adlanan quraq bölgədən istifadə etmək istəyir. İdeya Aralıq dənizindən Afrikanın ikinci əlçaq nöqtəsinə qədər 55 kilometrlik bir kanal çəkməkdən ibarətdir. Bu çökəlik dəniz səviyyəsindən mənfi 133 metr aşağıda yerləşir və onu su ilə doldurmaq, süni bir daxili dəniz yaratmaq demək olardı. Su bu çökəliyə dolduqda təxminən 20 min kvadrat kilometrik sahəni əhatə edən nəhəng bir göl yaranacaq. Bu göl 21-ci əsrin ən böyük mühəndislik layihələrindən biri ola bilər və Misirin xəritəsini həmişəlik dəyişə bilər. Gölün rütubəti havadakı nəmliyi artıraraq yağıntılara səbəb ola bilər. Beləliklə gölün ətrafında yeni şəhərlər salınacaq və davamlı axan su hidroelektrik enerjisi vasitəsilə elektrik enerjisi istehsal edəcək. Lakin bəzi iddia edildiyi kimi səhranı yaşıl ərazilərə çevirmək çox vaxt qeyri-real görünür. Zamanla gölün ətrafında torpaqların və yeraltı suların duzluğu artacaq. Bu isə çox baha başa gələn texnologiyalar olmadan kənd təsərrüfatının inkişafını çətinləşdirəcək, hətta qeyri-real edəcək.